Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar indəndən. Çempionlar Liqasının yeni mövsümünün qrup mərhələsində təbii ki, ilk turunun oyunları ilə qarşınızdayım. Əslində, video çəkmək fikrim yox idi. Birincisi, çempionat oyunundan çıxmışam, həddindən artıq yorğunam. Sonra fikirləşdim ki, sabah saxlasam, qaça-qaça olacaq, səhər uşağı məktəbə aparacam və sər və əlaxır. Ona görə elə ən yaxşısı indəndən çəkək. Amma ümumiyyətlə, çəkmək istəməməyimin səbəbi də başqa idi. Ötən ilki Çempionlar Liqasındakı nəticələr, ilk turdakı nəticələr birdən-birə yadıma düşdü. Və fikirləşdim ki, bəlkə birinci turu buraxaq. Okey, yaxşı. Mən dediklərimdən sağlamını öz analizlərinizə əsasən seçərsiniz. Belə bir gözəl sakitçiliyə bir dənə fikir verin. Bax, deyəsən onlar da sakit durmaya başladı. Eşitirsiniz də bu çəyirtkələr falan, bunlar hamısı möhtəşəmdir. Mənim də bir dostum gəlmişdi bizə, yol üstü məni düşürdü, maşınsız idim, futboldan sonra düşürdü. Həyətdə gəzdi, dedi ki, Allahım, bu psixoloqa getmək, qəbuluna düşmək 60 manatdır, sizin həyətdə gəzmək pulsuzdur, dedim, gəl gəzinə vaxt istəyirsən. Dostlar, Telegramın linki aşağıda, VIP qrupun nömrəsi aşağıda və saytımızın da linki aşağıda. Buyursunlar əfəndim. İlk turdur, dediyim kimi, ona görə də biraz maksimum ehtiyatlı getməyə çalışaq. Hamı indəndən bol şans arzulayıram bir daha və sözü uzatmadan keçirəm oyunlara. İlk olaraq burada gözümə nə dəydi? Atletik Bilbao Arsenal oyunu. Təbii ki, Atletik Bilbao və Arsenal deyəndə dərhal biz girib baxmalıyıq zədəlilər bölməsinə. Nico Williams yoxdur. Bugün bir çörək yirdim bir yerdə, uşağı gözləyəndə bir nəfər yaxınlaşdı ki, abi salam filan beşməkan izləyirəm. O qardaşımıza salamlayıram. Bəs Nico Williams zədəlidir, səncə Arsenal nəsə eləyə bilərmi? Deyəm, bəs Arsenalın da zədəliləri var, amma bir də Arsenal hansı heyətlə çıxacağı da önəmlidir. Əslində Arsenalın heyət dərinliyi həddindən artıq çoxdur. 2-3 sağlam heyəti var, amma zədəliləri də var. Atletik Bilbao'da Yeray Alvarez xərçəngə qalib gələn, ardınca da dopingdə ilişən və dopingə ilişəndən sonra da dedi ki, klubdan bu müddət ərzində maaşımı almayacam. Belə, Laporte aktiv deyil, bilirsiniz, sifariş ərizəsinin adı yoxdur. Lekuyanın oynayıb-oynamayacağı sual altındadır. Lekuya nə qədər önəmlidir bu Atletik Bilbao üçün mən bilmirəm, amma Nico Williams çox önəmlidir. Təbii ki, Nico Williams yoxdur. Digər tərəfdə Saliba bəlli idi. Gabriel Jesus ümumiyyətlə siyahıda yoxdur. Məncə Artetanın siyahısında da belə deyək. Havertz eyni ilə yoxdur və Bukayo Saka da zədəlidir. Bunlar da qoşuldu. Norgard çox yaxşı transferdir, düşünürəm. Və Ödegar yoxdur. İndi avtomatik olaraq təxmini heyətlərə baxıram. Əgər bu heyətlər olsa, atletik tərəfi sahib sizin vaxtınızı almaq istəmirəm. Qapıda Raya, istəyir olsun Kepa, yaxşı. Mosquera, Gabriel, Calafiori, Timber, Merino, Zubimendi, Rice, Madueke, Gökereş, Eze. Bu heyətlə, bu atletikin qabağına çıxsalar, fantastik formada olan Simon belə, bilmirəm, qarşısını ala bilərmi Arsenalın? Yəni, bax, Arsenalın indiki vəziyyətdə, gəlin baxaq, 1.90 xarici kontur orada asılır. Mən indi burada flash skordan baxıram, sofa skordan baxıram. Yəqin ki, bizdə Arsenal hissə qazanarı, hər hansı bir hissəni qazanması 1.30-1.40 arası olacaq da, böyük ehtimal. Burada dərinliyə getməyə mənası yoxdur. Ya da gəlin, açaq baxaq. Yəni, məncə, bu Arsenal oyunu tutmağa çalışan, yəni sən kimdən oynayacaqsan, necə oynayacaqsan, söhbət Atletik Bilbao'dan gedir. Arsenalın 1.87-dir qələbəsi, 1.90 civarında dəyişir, hər hansı bir hissəni qazanar, amma 1.40-dır, yaxşıdır. Məncə götürmək olar.
Və Bilbao'nun oyunlarında ümumiyyətlə nəyə görə bu oyunun üstünə getdim? Normalda bilirsiniz ki, mən belə bu tipli oyunlara girmirəm də, amma Bilbao dağım olub. Yəni özünüz də görürsünüz. Alavesan oyunda da yəqin gördünüz. Digər oyunlarda misal gətirmək olar. Plus Atletik Bilbao'nun son Avropa səhnəsindəki oyunlardan gedir. Ev oyunlarında, San Mames'də təbii ki. Son 6 ev oyununda, Avropadakı oyunlarında birinci hissədə azı bir gol olub. Gəlin fərz eləyək ki, bu Arsenal olar. Keçid oyundan bir qəşəng bir gol Arsenal vurar. Və birinci hissədə Arsenalın qolu 1.76-dır. Mən sadəcə oyunu beynimdə oynayıb bu qənaətə gəlirəm. Siz razılaşmaya bilərsiniz təbii ki. Biraz da belə tərs komandalardır. Bir-birindən çox olduqca tərs komandalar var bugünkü proqramda. Amma bu PSV Royal Union Saint-Gilloise haqqında danışmaq lazımdır qısaca. Ümumiyyətlə, bu nə qədər səfərdir mən bilmirəm. Mən açdım, baxdım, tapdım daha doğrusu. Union Saint-Gilloise avtobusla 1 saat yarımlıq səfər eləyəcək. 1 saat yarımlıq səfər eləyəcək, deməli, Eindhoven'a. Buradan Navay postuna qədər, belə Qədirxuma qədər. Oturub yeməyini yiyib qayıdacaqlar. İndi görək şotu kim verəcək yemək yeyəndə. Bu arada PSV-nin də şeylə bəxtəri gətirmir ha, bu Belçika komandaları ilə o qədər də bəxtəri gətirmir. Deməli, PSV-nin axırıncı oyunlarına baxdım. O gündə biz geniş kupona Porto bizi yatızdırdı da 8 idi, yoxsa 9 idi, əmsal idi VIP qrupda. Galatasaray qələbə 1-5 üst, Sporting ortalığa 2-5 üst, PSV qələbə və Porto qələbə 1-5 üst, yoxsa 2-5 üst. Porto 1-0-a yatdı və salam. Nəysə, sözüm onda yox. Gərək yox gol qələbə oynardıq, onda kim oynayacaq? Nəysə, həmin gün PSV-nin oyununa baxdı. Abi, yəni torba gol yiyir bu komanda. Və bu gol yeməyinin də səbəbləri var da. Gəlin indi baxaq görək kim oynamayacaq. Sofyan Buffalo o qədər yəni dövr gedib də, yaxşı gedib, çoxdan gedib. Deməli, gələcəkdə bunu eləmək istəyirəm. Gələcəkdə, yaxın gələcəkdə bunu eləmək istəyirəm ki, sizə konkret olaraq bəzi adamlar, bizim onurğa sütunumuz, bunu bilirəm ki, izləyəcək, başa düşsünlər ki, bu qollar necə əmələ gəlir. Bu arada, birin qoyub o birisinin üstünə gedəcəm. Union Saint-Gilloise 4 oyunda qol buraxmır. 4 oyunda qol buraxmır. Bu komanda, deməli, məşqçinin adını unutdum. Pacanioli, təbii, Sebastian Pacanioli. Sebastian adını yadında saxlamışdım, soy adını unutdum. PSV-nin buraxdığı qollar, mən istəyirdim bunu qrafik formada və yaxud da ki, konkret bir misallarla video formasında da bura yerləşdirim. Deməli, Türkiyədən izlədiyim bir yaxşı bir kanal var. Bir Türkiyədə, bir Rusiyada, sırf futbol, belə deyək də, futbolun taktiki analizlərindən otururam, çox maraqlı, xoşum gəldi. Yəni, vizual olaraq çox xoşum gəldi ki, bunu necə eləyirlər. Deməli, dostlar, Serginho de Sildilya həmişə deyirlər ona, bu Fransa liqasından gəlib də biz, bunlar önə çıxır. Flamingo yaxşıdır, amma Boskali ilə daha yaxşı tandem təşkil edirlər. Bu Qasiyorovski ilə bunların tandemi tutmur. Hələ bunların ortalığı çox vaxt toparlayır kim? Scout'un. O gün Türkiyədən baxırdım, Türk kanalından oyuna baxırdım, Hollandiyanın oyuna baxırdım, Schouten deyirdilər. Dedim, Allahım, nə qədər səhv edirlər. Yəni, Saybari kreativlikdir, Weyrman remixdir, Van Bommel, həmin o Van Bommel'dir, həmin o Van Bommel'in oğlu yeri gəlmişkən, Ricardo Pepe öndə, Perisic. PSV abilər, başa düşmək üçün deyim sizə. Öndə üçlü, cinahlara atırıq, Serginho de Sildilya, Weyrman Saybari də çıxır ortalığa, Schouten 10 nömrə mövqeyinə az qala gəlir, keçid komandası olan, Union Saint-Gilloise'ın oyunlarını izləyən adamlara sual verirəm ki, sizcə bu PSV-yə qol vurar yoxsa yox? Gələr, gəlməz başqa şeydə, biz burada futboldan danışırıq. Bu arada baxım görüm qolu neçədən açıblar. 1.53'dür.
2-5 üstü də 1.55-dir. Ya PSV anormal hücum eləyir evdə. Anormal, şuursuz şəkildə hücum eləyir. Saint-Gilloise keçid komandasıdır. Qapana bilirmi? Bəli, amma PSV-nin qabağına nə qədər dözə bilər? Yəni biz burada 1-1 ssenarisinin üzərindən getdik. PSV, çünki bu play-off falan deyil də. Burada artıq 3 xal məsələsi var ortalıqda. PSV məncə 1-1-ə falan razı olmayacaq. Hətta qorxun ki, ikincini də buraxa bilər. Yəni mən sırf futbol baxımından deyirəm. Və axır vaxtlar bu dəbə düşüb, 2.90, 3.50 arası XG yığan komandalar qol vura bilmir. Bilməm, yəni səbəbini başa düşəmirəm nədir. Əlqərəz, mən sizə oyunun simulyasiyasını cızmağa çalışdım da. Deməli belə, 2.500, 1.55. Məncə time'da da biz qol görəcəyik. Tətikdə olmaq lazımdır bu oyunda. Bu da zaten də PSV kimdən danışırıq da? Biz PSV-dən danışırıq. Evindəki Çempionlar Liqasının son 12 oyundan 10-unda qol-qol olub. Qol-qol olmayan oyunları da açın baxın hansılardır. Bir də daha doğrusu 2 dənə məqam deyəcəm. Bu statistika bəzən kiməsə şey gəlir, növbətçi bir statistika, şablon bir statistika kimi gəlir. Mən sadəcə bunu nəyə görə dəyərləndirmək istəyirəm, həm də yəni bu son 12 ev oyunundan 10-unda deyirik ki, qol-qol olub Çempionlar Liqasında da, düzdür, ev oyunlarına gedir söhbət, Philips Arena'da. Həmin PSV o 12 geriyə saysaq 12 birinci oyundan bu tərəfə PSV dəyişibmi, dəyişməyibmi? Hansı tərəfə dəyişib? Bunu izah eləməyə çalışıram. Bu belə. Bir də Royal Union Saint-Gilloise'ın 80-ci dəqiqədən sonra son 4 oyundan 3-ündə qol vurub. Yəni rəqibin yorğunluğundan istifadə eləməyi bacaran komandadır. 80-ci dəqiqədən sonra. Bu Liverpool bir də o deməli Sunderland'ın üzərindən getmişdi bəzi məsələlərdə bununla bağlı. Bir tətikdə olun da, erkən seansdır. 80-ci dəqiqə nə bilim yoxlaya bilərsiniz. Bunu da qoyduq bir qırağa. Kimdir burada növbədə? Benfica, Qarabağ. Tamam, yaxşı, danışaq bu barədə. Normalda bu oyundan əmsal götürmək çətindir. Mən bayaq futboldan qabaq bəzi uşaqlarla söhbət edirdik. Hamı deyir ki, Qarabağ, bir nəfər yaxşı dedi, dostumuz var, deyir ki, eyni komanda yoldaşımızdır, deyir ki, Qarabağ gözəl meydanlarda oynamağı bacarır və sevir. Amma mən bir şey deyəcəm, bilməm razılaşarsınız yoxsa yox. Bayer Leverkusen'dən başa-baş oynayan Qarabağ deyil. Sonra hansı trillerlər var idi. Məsələn, Ferencvaros'la axıra qədər tab gətirə bilmədi Qarabağ əslində evində. Okey, Qurban Qurbanov bir fenomendir. Ümumiyyətlə, mən Qurban Qurbanovun batalyonu haqqında, bir də Qara Qartalın Beşiktaş haqqında nəsə deyəndə həmişə 90% tərs gəlir. Axır vaxtlar düzü dostlaşmışıq. Amma burada rəqib analizi çox önəmlidir. Benfica belə oyunlarda necə oynayır? Və Benfica evində necə start götürür? Benfica'dan danışıram da sizə, mən sizə Vitória Guimaraes-dən, Famalikan'dan danışmıram da. Gözümüzün qabağında olan komandadır. Qarabağı zaten 5 barmağınız kimi tanıyırsınız. Benfica son 7 Benfica'dır. Bir də bu il o baxımdan Porto da yaxşıdır bu arada. Sporting fikir verin, axır vaxtlar gec ayılır. İkinci hissələrdə ayılır. Amma Benfica'dır, Porto'dur. Bu komandalar time'dan qol axtarmağa başlayır anormal bir qüvvələrlə. Okey, bayaq dediyim məsələ burada aiddir. Həddindən artıq önə çıxırlar. Bir də bu Dedic yoxdur. Onun yerinə böyük ehtimal Araujo oynayacaq. Qocalmaq bilməyən Otamendi yerində. Trubin qapıdadır. Silva çox sərt bir müdafiəçidir. Dal soldadır. Skeldrup öndədir. Skeldrup yox, estağfurullah. Sheldrup. Richard Rios, Baranechia, Aurşnes mən çox bəyəndiyim. Və ola bilər ki, Sudakovu buraxsınlar Jovanoviçin yerinə. Jovanoviçi də bu arada Royal Union Saint-Gilloise'dan alıblar, bayaq adını çəkdiyim. Və öndə də Pavlidis. Qarabağ haqqında nəsə, heyət haqqında nəsə deməyə ehtiyac yoxdur. Mən bu oyunda riskli şəkildə Benfica hər hansı birinci hissəni qazanar, 1.42 əmsalla götürəcəm.
Və birincisi də 1.5 üstü necə əmsal yoxdur. Normal 1.5 üstün əmsal var, yox. Var. 1.95-dir. Ora getməyəcəm. Benfica vurar time'da 1-0 qoyar cibinə və ya ki 2-0 ilə gedər. Ondan sonra da başlayırlar top dığırlamağa ki, qardaş, mən səfər oyunum yox, bir şeyim yox. 3 xalımı qoyum cibimə, rahat şəkildə gedim də. Məsələndir. Amma normalda Bruno Lage'nin komandası time'dan qol axtarma başlayır. Biz bunu hər oyunda görmüşük. Nitsa ilə oyunda gördük, Fenerlə də oyunda gördük. Eyni şeyi məsələn orada demişdim də Benfica Fener oyununda. Bu belə. İkincisi, məncə biz bu oyunda bir penalti görəcəyik. Kobud müdafiəçi səhvindən sonra gələn, sürətə tab gətirməyən, tempə tab gətirməyən və özünü itirən müdafiəçinin səhvi nəticəsində əmələ gələn penalti görəcəyik. Şəxsi düşüncəmdir. Oyunu yenə də beynimdə oynayıram. Bir də qırmızı kart görəcəyik. Bu mənim şəxsi düşüncəmdir. Elvin Cəfərquliyevə işarə eləmirəm. Ümumiyyətlə, Elvin Cəfərquliyev iki ciyərli bir adamdır. O vaxtda Park Ji-sun haqqında deyirdilər. İki ağciyərdən gedir söhbət. Deməli, Park Ji-sun haqqında 3 ciyər deyirdilər də Park Ji-suna. Belə. Başqa da ekstra bir şey deyəcəyim yoxdur bu oyundan bağlı. Gəldik biraz qəliz oyunlara. Birincisi Juventus Dortmund oyunu haqqında. Burada metrikalar hamısı deyir ki, üst falan, 5 mekanı, çox üst oynayır Juventus. Bir də Niko Kovac'ın axırıncı oyunda fikir verdim. Fikri zikri Juventus'dan oyundaydı. Keçən il mən deyəndə ki, Dortmund üçlü müdafiəni test edir. Mənə bir-iki nəfər gülmüşdü, demişdi ki, sən futboldan anlayışın yoxdur. Neçə oyun ardıcıl Niko Kovac üçlü müdafiə ilə çıxdı. Ay, futbol bilənlər. Bunu elə-belə deyirəm. Məsələn, üçlü müdafiə ilə çıxmaq yaxşıdır, yoxsa pis, bu rəqibə bağlıdır. Məsələn, Corberan, Valensiyanın məşqçisi 3 dəfə son 3 qarşılaşmasında hər birində üçlü müdafiə ilə çıxdı Barsa ilə oyuna. 17 top yedi. Bu rəqib analizindən asılıdır bu. Amma üçlü müdafiənin qabağında üçlü bir dənə də blok var. Məsələ budur. Və sonra da bir trapesiya görüyor orada. Yəni, sözümün canlıdır, biraz sistemlərin toqquşması ola bilər burada. Bir də optimal heyətdə hələ ki Adeyemen göstərdilər. Nə qədər sevmədiyimi bilirsiniz. Bilmirəm, məsələn, heç sevmədim bu oyunu. Deməli, Real Marseille oyununa keçməmişdən qabaq. Sadəcə bir şey deyəcəm. Sabah görək oyunda hansı senari baş verəcək. Arxada pas çevirməyi, ümumiyyətlə pas trafikinə önəm verən De Zerbi və qabağında hər zonada anormal presə üstünlük verən Xabi Alonso. Deməli, Xabi Alonso qabaq deyəndə ki, hər bir oyuncunun pres eləməsi mənim üçün önəmlidir. Hamı elə bilirdi ki, bu gözəl bir şuardır. Yox, elə deyil. Yəni, anormal bir pres eləyirlər öndə. İndi optimal heyətlərə baxaq. Görək, burada, məsələn, fantastik formada olan Güler Mbappe, Vinicius, Mastantuono, Tchouameni, Valverde, Carreras, Hüseyin, Eder Militao, Alexander Arnold, Thibaut Courtois. Greenwood və Aubameyang təbii ki, təhlükə törədə bilər burada. Amma Pavard, Balerdi, Medina, Murillo Real'ın qabağında nə qədər dayanacaq? İndi kimsə deyəcək ki, çox düzünə getmədi bu YouTube analizi. Əslində çox düzünə də getmədi məncə. Amma belə fikirləşənlər ola bilər də. Sabahki 23:00-dan etibarən oturub o oyuna baxarsınız. Bu arada qapıda da Hieronimo Rulli'dir. Rui, belə oxunur da. Argentinalı. Sabah sadəcə oturub izləyərsiniz ki, Real necə pres edir. Və bu Alonso'nun istəyi üzərinə olmuş bir şeydir. Tələbi üzərinə. Real gol vurur, hamı qaçır sevinməyə. Alonso dərhal kimsə çağırır yanına, ona taktiki göstəriş verir. Bu önəmlidir. Real buraxarmı? Real artıq çox buraxır zaten. Buraxdığı qollar da yeri gəlmişkən anormal pres nəticəsində olub. Okey. Bir şey demirəm. Marseille, Real. 2-5 üst, 1.38 əmsaldır.
Amma necə 2-5 üst? Realın Realın nə time'da qoluna bir şey var, nə bir şey. 3 üst 1.60 əmsaldır. 1.59 dəyişdi oldu 1.60. Okey. Amma necə 3 üst? Məncə biz hətta Realın özündən də 3 dənə top görə bilərik. Yenə deyirəm, ilk turdur dostlar. Bunu izləyib qərar verəcəm ki, 3-cü gün video çəkim yoxsa yox. Çünki belə Real Marseille məncə tamam, yəni Real qələbə 1.5 üst oynamaq olar bu oyuna. 1.42 əmsaldır, 1.43 əmsaldır. Mən təsəvvür eləmirəm, Marseille bu Realı uçsun. Santiago Bernabeu'da. Təsəvvür eləyə bilmirəm. Yəni o gördüyüm pres 10 nəfərlə belə necə oynayırlar. Mən başqa bir şey təsəvvür eləyə bilmirəm. Okey, yaxşı. Real Madridin qələbə 1.5 üstü. Benfica birinci hissəni udar. Bu olsun birinci kupon. PSV gol. Arsenal hər hansısa bir hissəni qazanar. Ya da PSV 2-5 üst, Arsenal hər hansısa bir hissəni qazanar. Bu da olsun ikinci kupon. Belə bir düşüncəm var. Uğur olsun dostlar. Allah əmanət olun. Nə yaxşı ki varsınız.